Həyatda ən mühüm mövzulardan biri bu olmalıdır. Həyat nədir? Ana mövzulardan biri olmalıdır. Niyə yaşayıram sualına cavab tapmadan yaşamaqdansa ölüm yaxşıdır. İnsanın birinci sualı özünə bu olmalı ki, həyat nə deməkdir? İnsan nədən başlamalıdır? Həyatın mənasını anlamaqdan. Düşüncəsiz həyatı yaşamağa dəyməz. Düşüncənin qapısıdır. Bundan başlayaq düşünməyə. Mən varam. Bilirəm də varam, elə deyil. Niyə varam? Mən varam, niyə varam axı? Nə üçün varam? Həyat nədir? Yemək, içmək, yatmaq. Heyvan yeyir, içir, nəsil artırır, yəni yaşayır. İnsan həyatı nədir? İnsan həyatının heyvanla müştərək cəhətidir bu. İnsan da buna ehtiyaclıdır. İndi bu kifayətdirmi? Əlbəttə ki, kifayətdir. İnsan bundan qane olmalıdırmı? Həyat budurmu insan üçün? Əlbəttə ki, yox. İnsan məna axtarır həyatına, düzdür? Hamı kim olur olsun. Hamı məna axtarır. İnsan adlı varlıq həyatına məna verməsə yaşaya bilməz. Qalıb nə məna verəcəm, hamı məna verir. Hər kəs bir məna verib həyatına. Adamdan soruşsan, niyə yaşasın? Uşaqlarımı boya başa çatdırım, xoş. Bunun mənasıdır həyatına. Biri sən niyə yaşayırsan, deyir ki, məsələn, filan sahədə birinci şəxs olum. Bu da bir mənadır. Birindən də soruş, deyəcək ki, mən Allahla görüş üçün yaşayıram məsələn. Hər kəs öz idrakına, dərkinə, agahlığına uyğun həyatına məna tapacaq. Ova gedib, quş vurmağa. Sən bunu ovladın, apardın, ətini pişirdin, kebab elədin, yedin, sonra. Sabah yenə də ovladın, yenə də yedin, sonra. Sən bu dünyaya gəlmişsən ki, quşu kebab eləyib yiyəsən, hamımızın içində bu səs var. Özünüzü utandırmaq istəyirsiniz, bir şey üçün əl-ayaqdan çıxanda bir dəqiqə içdən səs verir. Sonra adam utana bilər onu, o səsi eşitsin. Görürsən, gözün bərəli bir 5 manat xeyir var, orada deyilən yekə kişisən. Adam özünə sonra məna nədir? Mənası nədir? Yaşayıram ki, yiyeyim. Yaxşı, yaşadın, yedin, sonra yenə yiyeyim. Onu dedin də bildin. Onu dedin. Elə bir cavab deyil ki, təkrar olmasın. İnsan nə üçün gəlib dünyaya? Agah olmaq üçün. Bilməyə gəlmişik. Axırda bizdən soruşacaqlar, nə öyrəndin həyatda? İnsan agah olmaq üçün gəlib. Birinci nədən agah olmalıdır insan? Mən əbədiyəm, həmişə var olacam. Bundan agah olmalıdır. Hardan bilirəm mən əbədiyəm? Çünki mən görürəm ki, mən bir şey istəyirəm. İstədiyimə çatan kimi deyirəm, yox, mən bunu istəmirəm. Dəhşətdir bu. İstədiyimə çatan kimi deyirəm, mən bunu istəmirəm. Min cür əziyyətlə adam var, bir şeye çatır. Sonra çatan kimi bir neçə gün sonra deyir, yox, bunu istəmirdim mən. Başqa şey istəyirdim. Bir şeye çətinliklə adam çatır, adiləşir adam üçün. Yox, mən başqa şey istəyirəm. Hey, hərəkət eləmək istəyir, başqa şeyə tərəf. Olub sizdəki istəklərinizə gülmüsünüz, mən gülmüşəm. Adam indi, məsələn, 10 il bundan qabaq ki, 20 il bundan qabaq ki, istəklərinə gülür. Elə istəklərsiz, çünki zaman keçdikcə gülməyəsiniz onlara. Gülürsən, uşağa deyir ki, buna bax, maşınıma bax, filana bax, həmən şey adam idin sən. Özün özüvə gülürsən, keçmişivə gülürsən. İndi də sənin oyuncağın biraz başqadır da, həmən oyuncaqlarla başın qarşı. Sən elə bir şeyə bağlan ki, gülməyəsən, elə bir şeyə bağlan ki, ona çatmaq mümkün olmasın, çatıb diyanasan, sönəsən. İnsan hamısı aşiq doğulub. İnsan yəni aşiq. Ne üçün gəlib dünyaya? Məşuqun tapmağa. Bu aşiq olan, başdan ayağa aşiq olan varlıq özünə uyğun məşuq tapmalıdır. Elə bir məşuq seç ki, vəsl olanda da yenə də ateş sönməsin. O da bir dənə Allahdır və Allaha bağlı adamlardır. Sən elə bir şey istə ki, qovuşmaq olmasın ona. Qovuş, sonra yenə qovuş, sonra yenə qovuş. Qovuşma daim davam eləsin. Getdikcə mərifət, təzə mərifət, təzə mərifət. Dünyadan köçəndən sonra bir sinirlər, çağırırlar adamı. Dillə gəl bura, xoş gəlmirsən. Gəl görək nə öyrəndin. 50 il yaşadın, nə öyrəndin? Filan maşının motoru filan. Deyir, indi maşın yoxdur burada, maraqsızdır orada. Yoxdur, olan şeylərdən danış. Yoxdur, hamısı qaldı orada. İqruşqalar, oyuncaqlar idi, qaldı. Çayı belə dəmləyərlər. Müdrik görsən ki, 70 yaşda kişi danışır. Bütün öyrəndiyi budur ki, çayı necə dəmləyərlər. Amma bu deyil sənin nəhayət məqsədin. Çağırır səni, qəbirdə deyir, mən Rəbbuk. Bu suala cavab ver. Allahdan nə başa düşdün, Rəbbün kimdir? Allahdan danış mənə görür. İnsanın bədəni qalır torpağın altında, insan özü ilə nə aparır? Agahlıq.